Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzizov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstək növlərindən biri də iş elanları ilə sizi tanış eləməkdir. Əgər siz digər şərtlərlə ya dəstəklərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş axtarışınızda dəstək istəyirsinizsə, o zaman özəldən mənə yaza bilərsiniz. Bugün 23 mart 2025 tarixidir. Və 23 mart 2025 tarixi olmağına baxmayaraq, bayram günü olmağına baxmayaraq, yenə də bəzi iş elanları var ki, onlardan bir qismini, hamısını deyim, bir qismini sizin üçün sadalamaq istəyirəm. Onlardan deməli, part-time iş var yoldaşlar, məzmun yaradıcısı olaraq. Sonra satış meneceri işi var 1000 manatlıq, birisi operator işi var 600 manatlıq, aşpaz işi var 1000 manatlıq Gəncədə, dırnaq ustası işi var 700 manatlıq. Sonra İncəsənət və Bilim Mərkəzində ingilis bölməsi üzrə pedaqoq işi var. Sonra mühasib işi var Qafqaz.net-də, mağaza meneceri işi var Az Dizayn qrupda, ambarlar köməkçisi işi var Lazoni və Natuzzi mağazasında, aşpaz işi var Zərif Nature kafedə, daxili auditor işi var Quba Palace oteldə, sonra əməliyyatçı mühasib işi var Ert Agroda, sonra satış üzrə bölgə müdiri işi var həm Tovuzda, həm Zaqatalada, həm Qubada. Bu Camal şirkətindədir. Mağaza assistent işi var Kontoxomda yoldaşlar. Sonra content üzrə də mütəxəssis işi var Kontoxomda. Sonra elektrotexnik işi var ATC Foodda. Sonra brand manager işi var IM Electronics'da. Sonra Svatix şirkətində lead full stack engineer işi var. Sonra developer işi var yenə də həmin şirkətdə. Bundan əvvəl qablaşdırıcı işi var Sumqayıtda, mühafizəçi işi var, qəssab işi var, çoban işi var Oğuzda, sürücü işi var, mühafizəçi işi var yenə də, kosmetolog köməkçisi, kondisioner ustası, yanacaq dolduran işi var Sumqayıtda, xadimə işi var, avtorəngsaz işi var, daş fırın ustası işi var, baş aşpaz işi var, rəqqasə işi var, xadimə işi var, Xırdalanda da var, Bakıda da var, qabyan işi var, dayə tərbiyəçisi işi var Gəncədə, avtorəngsaz işi var, merchandiser işi var, gəmçi işi var, xalça yuyucu işi var, Kisərək yerində işçiyə ehtiyac var Bakıda, fəhlə işi var, yağ dəyişmə məntəqəsində ustaya ehtiyac var yoldaşlar, qabyan işi var, salat və qəlyant ustası işi var Gəncədə və başqa dayə işlər də var. Və həmçinin başqa işlər də var. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün mənə özəldən yazıb müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın, işçi.